Hər aqressiyanın arxasında bir hekayə gizlənə bilər. Çox zaman hirsli, əsəbi kimi görünən insanın davranışının arxasında çox qatlı psixoloji səbəblər dayana bilər. İnsan bəzən qorxduqda, anlaşılmadıqda və yaxud da dəyərsiz hiss etdikdə bu cür aqressiv davranışlar sərgiləyə bilir. Yəni bir növ duyğusal yükün fərqli ifadə formasıdır aqressiya. Əsəb hissi əslində bizim özümüzü qorunmağımız üçün çox lazımlı bir hissdir. Yəni o olmasa biz məsələn insan olaraq o sərhədlərimizi qoruya bilmərik. Lakin bu hiss bəzən o an üçün ciddi təhdid olmadan yarana bilir. Hətta böyüyə və davranış şəklinə keçə bilir. Gəlin əsas səbəblərdən bəzilərinə nəzər salaq. Uşaqlıqda yaşanan problemli situasiyalar. Məsələn, aqressiv ailə mühiti, soyuq ana, ehtiyac duyulan emosional dəstəyin alınmaması, dinlənilməmək, yox sayılmaq, daimi tənqid və təzyiq altında özünü hiss etmək, səndən bir şey olmaz, sən heç nəyi bacarmırsan, gücsüzlük hissi, özünü ifadə edə bilməmək, bir növ sözünü deyə bilməmək və boğulmaq hissi, özünü reallaşdıra bilməmək, arzularını, xəyallarını daim bastırmaq. Və nə vaxtsa sakit davranışına, sakit sözünə cavab eşitməmək, cavab almamaq, eşidilməmək, anlaşılmamaq.